Salam olsun sizə və dünyanın müxtəlif yerlərində müharibə gətirən qüvvələrə. Çünki sizin zamanınız yaxınlaşıb və artıq ələ çatandır. 20-ci əsrin məşhur sehr, cadugərlik və şeytanpərəstlik sayılan Aleister Crowley 1904-cü ildə Qanun kitabı adlı bir əsər yazıb və orada bir çox məsələləri açıqlayır. Həmin kitabda deyilir ki, salam olsun sizə və dünyanın müxtəlif yerlərində müharibə gətirən qüvvələrə. Çünki sizin zamanınız yaxınlaşıb və artıq ələ çatandır. Mənim, yəni iblis üçün qan tök, uşaqların qanını, cənnət əhlinin qanını. Bəli, əziz izləyicilər, belə bir qara qüvvələr var. İblisin ordusu öz işlərində müvəffəqiyyətlə hərəkət etmək üçün iblis üçün qan tökürlər. Əgər öz ətraflarında olsalar, uşaq qurban edib öldürürlər. Çünki uşaq günahsız və məsumdur. Daha sonra uşaqdan əlavə onlar üçün ikinci ən böyük qurban məhz müsəlmanlardır. Məhz biz müsəlmanlar onların nəzərində cənnət əhliyik və bizim qanımızın tökülməsi onların qüdrətə çatmasına səbəb olur. İsrail bir çox hücumlarında müvəffəqiyyətlərinin səbəbi elə bilirsiniz sadəcə onun kəşfiyyat sistemlərinin uğurlu olmasıdır. Yəni texnologiyalardan borcludurlar. Əsla. Fikir verin, İsrailin Qəzzaya, Livana və İrana olan hücumlarının əvvəlinə diqqət yetirsəniz, onlar ilk hücumu mülki yaşayış yerlərinə edirlər. Məxsusən də məktəb, məscid, xəstəxana və uşaq bağçası kimi yerlərə. Bunlar iblisə və yaxud Bələ qurban verdikləri andan etibarən onlar üçün uğurlar ard-arda gəlir. Elə bir güc əllərinə gəlir ki, böyük ilahi şəxsiyyətləri terror etməkdə və yaxud başqa sirli məlumatları əldə etməkdə üstünlük qazanırlar. Yadımdadır, Şəhid Seyid Həsən Nəsrullah bir çıxışında bildirmişdi ki, 2006-cı il 33 günlük müharibədə bizim döyüşçülərimiz təvəssül duasını oxumadan bir əməliyyat var idi. Ora həmin duanı oxumadan geçsəydilər, böyük bir məğlubiyyətlə üz-üzə qalacaqdılar. Çünki İsrailin ən böyük cadugərləri bu əməliyyatı Hizbullahın qazanmaması üçün böyük bir ayinlər təşkil etmişdilər. Əziz izləyicilər, Allah bilir bu əməliyyat üçün İsrail tərəfi nə qədər uşaq qurban vermişdi. İranla sonuncu müharibədə Epstein alyansı müharibənin elə ilk günü İranda bir məktəbi bombaladı. 160-dan çox müəllim və uşaq amansızcasına qətlə yetirildi. Və bu qurbanların nəticəsində iblis tərəfdarı olan Epstein alyansı İranda böyük şəxsiyyətləri terror edə bildilər. Onlar bu şəxsiyyətlərin aradan getməsi ilə qələbə qazandıqlarını və İran İslam Cumhuriyyətini aradan aparacaqlarını düşündülər. Lakin xalqın bu müharibə ərzində dua məclisləri təşkil etməyi, təvəssülləri, qurbanlar kəsməyi, yemək ehsanları, Quran oxumaları və sədəqə çıxmaları həmin iblis ordusunun İranda məqsədlərinə çatmamaqları oldu. İnsanlar gecə-gündüz əllərində dua və göz yaşları içində İslam ordusunun qələbəsi və uğuru üçün meydanlarda dayanmadan əllərindən gələni etdilər. Bu iblis ordusunu təşkil edən Epstein alyansına qarşı mübarizədə qalib gəlmək üçün müqavimət meydanını və Allaha təvəkkülü birləşdirməliyik. Belə olan halda mütləq qalib gələcəyik.